Gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün yeni aksiz dərəcəsi tətbiq olunacaq. Pancomi TV xəbər verir ki, bu, Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan vergi məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, vergi məcəlləsinə əsasən aksiz dərəcəsi minik avtomobillərinin mühərrikin həcmi 2000 kub santimetrədək olduqda mühərrikin həcminin hər kub santimetrinə görə 0,30 manat, mühərrikin həcmi 3000 kub santimetrədək olduqda 600 manat, mühərrikin həcminin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə 5 manat. Mühərrikin həcmi 5000 kub santimetrədək olduqda 18600 manat, mühərrikin həcminin 4001-5000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə 35 manat. Mühərrikin həcmi 5000 kub santimetrdən çox olduqda 53600 manat, mühərrikin həcminin 5000 kub santimetrdən çox hissəsi üçün hər kub santimetrə görə 70 manat olmaqla hesablanır. Mühərrikin həcmi 3000 kub santimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə isə mühərrikin həcmi 4000 kub santimetrədək olduqda 5600 manat, mühərrikin həcminin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə 15 manat, mühərrikin həcmi 5000 kub santimetrədək olduqda 20600 manat, mühərrikin həcminin 4001-5000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə 40 manat. Mühərrikin həcmi 5000 kub santimetrdən çox olduqda 60600 manat, mühərrikin həcminin 5000 kub santimetrdən çox hissəsi üçün hər kub santimetrə görə 80 manat aksiz dərəcəsi tətbiq edilir. Hazırda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda aksiz dərəcəsi yuxarıda qeyd edilən hesablanmış məbləğə, benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır. Layihəyə əsasən 2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.